Qardaşımın pulunun mənə nə istisi var, nə soyuğu. ABD-dən Pəhləvi açıqlaması. Artıq vaxtı çatıb. Stalin Hitlerə sərfəli sülh təklif etmişdi. İndi də Putin ABŞ İran xalqının xilaskarı kimi zərbə endirəcək. Hədəf İrandır. Geri sayım başladı. Böyük fırtına yaxınlaşır. Azərbaycandan yeni partiya. 80 dram ucuz. Papoyan. Qardaşlarımla münasibətim heç vaxt isti olmayıb. Onlar siyasətdəki mövqeyimə görə mənə qarşı soyuq olublar. Bunu millət vəkili Razi Nurullayev TV Musabatının YouTube kanalında qardaşı oğlunun dəbdəbəli toy mərasimi ilə bağlı müzakirədə danışarkən deyib. Millət vəkili bildirib ki, qardaşları ilə çox da yaxın münasibəti yoxdur. Stat: Mən hər zaman səmimi danışmışam. İnsanlar bilsin ki, qardaşımın nəyi varsa özünündür. Onun pulunun 1 manatının mənə nə istisi var, nə də soyuğu. Hər kəs özü üçün yaşayır. Qardaşımla münasibətlərim də heç vaxt isti olmayıb. Çünki mən həmişə müxalifətdə olmuşam, sərt danışmışam. İndi biraz konstruktivəm. Bu səbəbdən də qardaşlarımla münasibətim soyuq olub. Qardaşım Hasil və Hüseyn deyirdilər ki, sən müxaliflik edirsən. Onu da deyim ki, qardaşım Hasil fanat dərəcədə Heydər Əliyevçi olub. Bu baxımdan məni həmişə danlayırdı ki, sən niyə müxalifətdəsən, sən iqtidarla yaxın olmalısan, nədən narazısan və s. Aramızdakı narazılıq buna görə olub. Lakin bütün hallarda biz qardaşıq. Sadəcə siyasi baxışımız o zamanlar fərq yaradırdı. Statın sonu. İran müxalifətinin lideri kimi Şahzadə Rıza Pəhləvi ilə görüşməyin vaxtı çatıb. Bu barədə Avropa Parlamentinin üzvü Charlie Weimers deyib. Stat: Yaşasın İran xalqı, zalıma ölüm. Statın sonu. Qeyd edək ki, Rıza Pəhləvi İranın sonuncu şahı Məhəmməd Rıza Pəhləvinin oğludur. Hazırda ABŞ-da yaşayan Rıza İran hakimiyyətinə iddialıdır. Ukrayna sülhə yaxınlaşmaq üçün son dərəcə ağrılı kompromislərə razılaşıb. Lakin Rusiya hələ də barışmaz mövqeyini nümayiş etdirir və bu vəziyyətdən ölkəmiz fayda əldə edə bilər. Bu sözləri Aydar batalyonunun sabiq tağım komandiri Yevgeni Diki bildirib. O hesab edir ki, hazırda sülh danışıqları əslində diplomatik oyundur. Stat: Mənə elə gəlir ki, Rusiyanın barışmaz mövqeyi bizə şans yaradır. Məsələ ondadır ki, Ukrayna faktiki olaraq ən ağrılı kompromisə gedib. Bugün razılaşmaya hazır olduğumuz sülh şərtlərini kompromis adlandırmaq belə çətindir. Amma Rusiya buna da razı olmur. O, müharibənin yalnız tərəflərdən birinin tam qələbəsi ilə yekunlaşacağı halda başa çatmış hesab edə bilər. Statın sonu. Ekspert qeyd edib ki, Rusiya öz qələbəsinə əmindir, lakin o bununla razılaşmayıb. Stat: İstisna etmirəm ki, sonradan tarixçilər indiki hadisələri 1942-ci ilin fevralında Alman hücumunun ilk dəfə Moskva yaxınlığında dayandırılmasından sonra Stalinlə Hitlerin nəticəsiz danışıqlarını xatırladıqları kimi xatırlayacaqlar. Həmin vaxt Stalin Hitlerə son dərəcə sərfəli sülh təklif edirdi. Ukraynanın, Belarusun, Baltikyanı ölkələrin və bir sıra digər ərazilərin Almaniyaya verilməsi ilə. Amma Hitler müharibəni Uraladək aparmaq istəyərək bundan imtina etdi və nəticədə onu Berlin bunkeri bitirdi. Statın sonu. İranda davam edən etirazlar fonunda ABŞ-ın hərbi müdaxiləyə əl atacağı haqda gözləntilər aktuallaşır. İsrailin İran ballistik raket istehsalına yenidən başlayır açıqlamaları, Trumpın etirazçılar öldürülərsə müdaxilə edəcəyi xəbərdarlıqları, ABŞ hərbi təyyarələri və xüsusi təyinatlı qüvvələrin 12 günlük müharibədən öncə olduğu kimi yenə Böyük Britaniya və Almaniyaya daxildə etirazların dalğavari şəkildə böyüdüyü vaxt edilməsi ehtimalı birmənalı qarşılanmır. Çünki ABŞ-ın mümkün hərbi müdaxiləsi rejimin xalq etirazına qarşı zorakılığı klassik xarici düşmən təbliğatı ilə legitimləşdirmək imkanlarını gücləndirə bilər. Artıq Trumpın xəbərdarlığı bu təbliğatda geniş istifadə olunur. Hərçənd burada ABŞ-ın etirazçıların simasında İran xalqının xilaskarı kimi müdaxilə etməsi detalı əhəmiyyətlidir. Belə bir şəraitin yoxluğundan qaynaqlanırdı və xalq bunu ölkəyə müdaxilə kimi qəbul etdiyi üçün hakimiyyətin ətrafında birləşdi. Hətta rejim əleyhdarları da ya çoxluğa qoşuldu, ya da səssiz qalmağa üstünlük verdi. Miskarı obrazında tətbiq etməsi ehtimalı güclənir. ABŞ siyasətində hakimiyyət, Ağ Ev hər hansı ciddi siyasi addım atmamışdan qabaq ictimaiyyəti buna hazırlayır. Bu sözləri politoloq Kamran Cəfərov İran ətrafında baş verən proseslərlə bağlı qeyd edib. O, buna misal olaraq, Venezuelada əməliyyatdan öncə daxili və xarici ictimai reformalaşması üçün aparılan təbliğatı göstərib. Stat: Senator Lindsey Graham yazır: Ayətullahlar, anlamalısınız, əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Trump sizi öldürəcək. İranda dəyişikliklər yaxınlaşır. Bu, yaxın şərq tarixində ən böyük dəyişiklik olacaq.
Nasist rejim devriləcək. İran xalqı, yardım artıq yoldadır. Bilirik ki, Tramp və onun komandası diplomatik etikadan uzaqdır. Amma hətta onlar üçün də ritorikada radikallığın qırmızı xətləri var. Senator Graham isə bugün Ağ Evin açıq deyə bilmədiyi ən radikal fikirlərin rüporu rolunu oynayır və söhbət təkcə Grahamdən getmir. Respublikaçılar, qəzetlər, siyasətçilər, şərhçilər və s. ictimaiyyəti ABŞ-ın İran molla rejiminə qarşı hərbi əməliyyatlara hazırlayır. Bu danılmazdır və bunu görməmək mümkün deyil. 22 iyun 2025-ci ildə ABŞ İranın Fordo, Natans və İsfahan nüvə obyektlərinə zərbə endirəndən öncə respublikaçıların İrana qarşı gedən təbliğatının gücü və aqressivliyi bugünkü təbliğatın gücünün heç 30%-ni də təşkil etmirdi. Görünür, böyük fırtına yaxınlaşır. Statın sonu. Yaxın günlərdə Azərbaycandan Ermənistana yeni yanacaq partiyası göndəriləcək. Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan bildirib ki, bu artıq sensasiya deyil. Çünki ilk tədarük daha əvvəl həyata keçirilib. Nazirin sözlərinə görə, bu dəfə Ermənistana bir neçə min ton yanacaq gətiriləcək. Tədarükə premium benzinlə yanaşı, adi benzin və dizel yanacağı da daxildir. Papoyan əlavə edib ki, yanacaq tədarükü gələcəkdə də davam edə bilər. O qeyd edib ki, əvvəlki partiya bir neçə gün ərzində satılıb və bu, yanacağa yüksək tələbat olduğunu göstərir. Yeni partiyanın qiymətinin bazar qiymətindən təxminən 80 qram ucuz olacağı bildirilir. Papoyan vurğulayıb ki, idxalı əvvəlki kimi eyni biznes subyektləri həyata keçirir və bazarda sərbəst rəqabət mövcuddur. Onun sözlərinə görə, qiymətlərin ucuzlaşması nəticəsində vətəndaşlar yanacağı 60-100 qram daha aşağı qiymət ala bilərlər. Bu isə ümumi rifaha və rəqabət mühitinə müsbət təsir göstərəcək. Nazir əlavə edib ki, dizel yanacağının 80 qram ucuzlaşması kənd təsərrüfatında xərclərin təxminən 20% azalmasına səbəb ola bilər. Qeyd edək ki, Azərbaycandan Ermənistana neft məhsullarının ilk satışı 18 dekabr 2025-ci ildə baş tutub. Bugün isə 1000 ton AI-92 benzin, 1000 ton dizel yanacağı və 1800 ton AI-95 markalı benzin göndərilməsi nəzərdə tutulur.